Xeyir olsun değerli izleyicilerimiz, hoş gördük sizleri. Məşdağa Savalan massivində yola yaxın bir ərazidə sosial torpaq sahəsinin üzərində bax belə bir ən azı yerdən 6-7 daş kürsülü həyət etmiş. Vallahi hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Evin torpağın çıxarışı var. Qeyd etdiyimiz kimi ipotekasının yararlıdır, həm qeydiyyata düşmək olur. Bir zal, 3 yataq, bir mətbəx, bir sanzeldən ibarətdir və bütün əşyalar qalır. İlkin olaraq qiymət 89 min manatdır. Reallı olarsa ev sahibi tərəfindən endirim olunacaq və kombisinə qədər var. Evin sağ hissəsini sizlərə təqdim edək. Orada kombinin aparatıdır. Evin sağ hissəsində bu zal hissəsinə düşür. Onu təqdim edəcəyik sizlərə və giriş hissəsini təqdim edək izləyicilərimizə. Maşın yəni rahatçılıqdan həyətə daxil olur. Evin də sol hissəsində keçidi var. Hətta suyun axıntısına qədər belə yəni turbaları qoyulub. Və evin qabaq hissəsində işıqlandırması var. İnşallah evin içərisində təqdim edəcəksiniz. Buradan da giriş hissəsini təqdim edək. Tam izləyicilərimizə aydın olsun. Balaca da olsa orada biləkmək üçün yer, su krantı və girişində şam borusu qoyulub. Və keçək inşallah giriş hissəsinə. Giriş hissəsini sizlərə təqdim edirik. Koridor sistemidir. Koridorun özündə belə, yəni özündə belə radiatorlar qoyulub. Wi-Fi-nə qədər də var. Və əşyalar tam qalır, əşya götürülməyəcək. İlkin olaraq zal hissəsini təqdim edək. Zal mükəmməldir, qəşəngdir. Yəni əşyalarla bir yerdə fikir verin. Tam səliqəli bir yerləşir. Bir oradan bir verər izləyicilərimiz bir rahat bir izləyə bilsinlər. Və sonra keçək digər otaqların təqdimatına inşallah. Yəni nə görürsünüzsə hamısı qalacaq. Allah bərəkət versin. Nə varsa elə ziyan yoxdur. Keçək digər otaqlarımızı təqdim edək sizlərə. Bir zal 2 yataqdır. Mən 3 yataq demişdim. Bir zal 2 yataqdır. Bu birinci yataq otağımızdır. Zalı təqdim edirik. Və ikinci yataq otağımızı təqdim edək sizlərə. Bizim ikinci yataq otağımızdır. Və keçək mətbəx hissəsinə və mətbəx hissəsinin təqdimatına. Mətbəx meblinə qədər, yəni şirin stolsundan, şirin səliqəli bir mətbəxi var. Və keçirik sanuzel hissəsinin təqdimatına. Sanuzel hissəsi də tam hazır bir vəziyyətdədir. Aksesuarlarına qədər qoyulub, hətta moydadana qədər var və istifoldan ibarətdir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Savalan massivindədir. Yola da yaxındır, məktəb və marşruta da yaxındır.